Salam, kanalıma xoş gəlmisiniz. Bugün biz qarışıq kələm turşusu hazırlayırıq. Bizə lazım olan ərzaqlar: kərəviz, kələm, dəfnə yarpağı, dənəvər istiot, sarımsaq, üzüm sirkəsi, duz, xiyar, çal pomidor, bolqar bibər. İndi isə keçirik hazırlanmasına. Kələmləri doğrayırıq. Yəni istəsəz xırda doğraya bilərsiniz, istəsəz fərqi yoxdur. Yəni necə istəyirsiniz, elə doğraya bilərsiniz. Kələmlərimizi duzlayıb qoyuruq bir kənara. Köklərimizi bu peçeniyə doğrayan doğrayırıq. Belə olanda daha gözəl, səliqəli, formalı görsənir. Yəni istəyə uyğundur. Siz istəsəz uzunsa formada doğraya bilərsiniz, halqavari də fərqi yoxdur. İndi isə biberlərimizi doğrayırıq. Xiyarları doğrayıb yığırıq bir qaba. Çal pomidorlarımızı bu forma doğrayırıq. Sarımsaqlarımızı da xırda doğrayırıq. Petruşkanı da bu forma doğrayıb üzərinə əlavə edəcəyik. Kələmlərimizi 2 saat saxladıqdan sonra biraz suyu çıxıb, indi isə üzərinə doğradıqlarımızı, kökdü, biberdi əlavə edib Yəni mən ərzaqları gözə yarı eləmişəm. Siz istəsəz çoxaldıb azalda bilərsiniz. Heç bir fərqi yoxdur. Yəni az da eləyə bilərsiniz, çox da eləyə bilərsiniz. Üzüm sirkəsi əlavə edib dənəvər istiot, dəfnə yarpağı əlavə edib qarışdırırıq. Yəni duz zövqə görədir. Siz çoxaldıb azalda bilərsiniz. Yəni mən ölçü ilə etmədim. Öz dadına baxın. Yəni duzu çox duzlu sevirsinizsə də çox duzlu edə bilərsiniz. Az duzlu sevirsinizsə də az duzlu edə bilərsiniz. Duz zövqə görədir.
Yəni narahat olmayın, duzun çoxluğundan, azlığından heç bir xarab olma, heç bir əzilmə olmayacaq. Çox gözəl, bərk turşumuz olur. Turşumuzu axşamdan səhərə gözlədirik. Siz istəsəz 2 saat da gözlədə bilərsiniz. Sonra bankalara yığıb qışa saxlayırıq. Dibində qalan suları bankaya əlavə edirik. Turşunun öz suyudur. Bizim suyumuz az olduğu üçün turşunun yenidən bir su töküb üzərinə duz, sirkə əlavə edib qarışdırıb yenidən bankalara doldururuq. Bankalara əlavə edib ağızlarını bağlayıb qışa saxlayırıq. Düzədən, yeyən hər kəsə nuş olsun. Çox dadlı, ləzzətli, xırçıltılı turşumuz alınır.